Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əmək haqqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə və maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlər ilə təsdiqlənib. Konkret AS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Baş nazirin imzaladığı sənədlərə əsasən Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərin Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının dövlət vergi xidmətinin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə və maaşlar yeni artırılmış redaksiyada verilib. Baş nazirin bu qərarı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının məbləğlərinin həmin sənədin birinci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artım uyğun olaraq baş nazir sözgedən işçilərin maaşlarını artırıb. Artımların neçə faiz olmasına gəldikdə isə bu ildə minimum əmək haqqının 16% yüksəlsə də Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. Yəni tarif cədvəli üzrə daha az maaş olanlarda daha çox, yüksək maaş əmək haqqısı alanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb deyə paylaşımda qeyd edilib.